İbn-i Zübeyr'den, Allah ondan razı olsun, rivayet olunur ki, o belə demiştir. İnsan üçün Allah Subhanahu ve Taala'nın bəxş etmiş olduğu en büyük qisməti onun vətənidir. Ona Allah'ın bəxş etmiş olduğu əminamanlıq içərisində yaşadığı məmləkəti vətənidir. Ona görə də hikmətli insanlar demişlər ki, necə ki sənin ananın südündən haqqın var, payın var, eləcə də vətəni qorumaq, vətəni abadlaşdırmaq o vətənin sənin üzərində olan haqqıdır. O vətənin sənin üzərində olan haqqıdır. Uca Allahın kitabı Quran-ı Kerim, Rasul sallallahu aleyhi ve sellemin sünnəsi vətənə sevginin nə qədər əhəmmiyyətli, mühüm olmasından bizə xəbər verir. Allah Taala'nın insanın yaradılışına yerləşdirmiş olduğu bu sevginin nə qədər mühüm və vacib olmasından xəbər verir. Diqqət edin, Allah Taala Ən-Nisa surəsində buyurur ki: "Vəlau ennə kətəbnə aleyhim ən iqtulu enfusakum aw ikhricu min diyarikum ma fa'aluhu illa qalilun minhum." Əgər biz onlara özünüzü öldürün, yaxud da yurdlarınızdan çıxın deyə əmr etsəydik, onların demək, əksəriyyəti bunu etməzdi, lakin az bir qismi bunu edərdi. Əziz qardaşlarım, bu ayədə Allah Subhanahu ve Taala vətənin nə qədər mühüm olmağından bizə xəbər verir. Belə ki, Allah Taala vətəni qoruyub, əminamanlıqda saxlamağı həyatın bahasına olursa olsun etmək lazım olmasını bizə bildirir. Belə ki, vətənin əminamanlıqda qalması həyata tay və bərabərdir. Çünki Uca Allah buyurur: "Mə fa'aluhu illa qalilun minhum." Onların azı da olmuş olsa bunu edərdilər. Ya ölümləri, yaxud da demək yurdlarından çıxmaları. Onların o az iman əhli deyərdi ki, vətənimizdə qalaq, tək oranı qoruyaq, canımız bahasına olmuş olsa belə. Allah Subhanahu ve Taala buyurur ki: "Qalu və mə lənə ən la nuqatilə fi sabilillahi və qad uxricna min diyarina və abnaina." Bizə nə olub ki, nə üçün Allah yolunda döyüşməyək? Biz yurdlarımızdan çıxarıldıq, övladlarımızdan ayrıldıq. Bütün bu ayələr onu göstərir ki, vətəni qoruyub saxlamaq hətta insanın canı bahasına olmuş olsa vacibdir. Canı bahasına olmuş olsa vacibdir.